1 qram da su yoxdur. Qıpqurudur. Kanalımıza müraciət edən sahibkar Peyman Mirzəzadə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən şikayətçidir. Sahibkarın sözlərinə görə Mahmudavar kəndində 8 hektar çiyələk bağı salan və qanuni qaydada Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə müqavilə bağlayan, illik suvarma haqqını da qabaqcadan ödəyən vətəndaş bildirir ki, idarə rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən əkinləri suvarılmadan qalır. Fermerin sözlərinə görə suya ən çox ehtiyac olduğu vaxtda idarə rəhbərliyi suyu əkin sahələrinə vermək əvəzinə dənizə axıdır. Bu isə nə qanuna, nə insanlığa, nə də dövlətin müəyyən etdiyi qaydalara uyğun gəlir. İşçilərimiz də yanmağa başlayır. Su idarəsi bizdən divan tutur. Konkret su vermir bizə. Buranı açdılar. Dəmir demirlərdən hamısı əyiblər. Buranı böyük Hyundai ilə qazdılar. Görsən. Buranı qazdılar. Turba ilə buraxdılar, dənizə getdi. Şikayətdə adı çəkilən sahə reisi Hüseyn Murtuzoğlu Əmirli və idarə reisi Akif Əmidovun məsuliyyətsizliyi və laqeydliyi nəticəsində təkcə bir fermerin deyil, ümumilikdə kənd təsərrüfatının və ölkənin ərzaq təhlükəsizliyinin zərər gördüyü vurğulanır. Müraciətdə qeyd olunur ki, dövlətin dəstəklədiyi kənd təsərrüfatı siyasətinə bu cür münasibət şəxsi maraq və vəzifə səlahiyyətlərini anlamamaqdan irəli gəlir. Əkinçinin pulunu alıb suyunu verməmək isə rüşvət və korrupsiyanın başqa bir forması kimi qiymətləndirilir. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının nümayəndələri, rəhbərləri imkan vermirlər. Xüsusilə bölgələrdə əgər kimsə bir balaca indi özü üçün iş qurursa, gəlirlər, bir zəli kimi yapışırlar bunun bədənindən, sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin. Əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Peyman Mirzəzadə kanalımız vasitəsilə aidiyyəti qurumların tədbir görməsini, məsul şəxslərin ya öz vəzifə borclarını yerinə yetirməsini, ya da həmin kreslolardan uzaqlaşdırılmasını tələb edir. Fermer həmçinin sahəsinə vaxtında suyun verilməsini xahiş edir.